Qazimdə də alacağım. Xalaoğlu da gəldi, çıxdı nəhayət. Şansımızı bir dahasını... Yox, almıram. 3 tondur bu. Xam ritəsinin bundan asad edir. Torumuz yox, çəkil. Həyəcanlıyam, soruşunluyam. Çünki neçə vaxtdır planlaşdırdığım Qazim4 layihəsini birinci buraxışını çəkirəm. Bir Qazim4 var. Gedirəm indi ona baxmağa. Qazim4 alacağım. Onu yaxşıca öz istədiyim kimi yığdıracağım. Yaxşı bir dənə Qazim4 ortaya çıxartmaq istəyirəm. Neçə vaxtdır planlaşdırdığım, arzuladığım bir Qazim4-ə ərsə gətirmək istəyirəm. Xalaoğlu da gəldi, çıxdı nəhayət. Saat neçədir? Xalaoğlu, saat 2-dir, 3-ə işləyib 7 dəqiqə. 2-də orada olmalıydıq. Salam dayı oğlu, necəsən? Biraz gecikmişik. Sürpriz qonaq var. Ona görədir. Heç nə. Fuad. Nəhayət ki, nəhayət. İllər sonra. Gəlin indi sizdən vəziyyətdən istifadə edib maşın haqqında məlumat vereyim. Maşını 3800-ə qoyub turbazda. Fikrimdə gedib onu 3000 almaqdır. Nəyə görə fikrimdə? Çünki pulum o qədərdir. Həm də ada keçirmək var, nə bilim nə var. Onlar biraz pul tələb edən şeylərdir, bildiyiniz kimi. Ona görə gedirik, görək xalaoğlu, dayıoğlu məni necə... Hələ sən axı yolla çıxaq da. Necə olacaq? Baxdın necədir? Deməli, motoru dəyişilib, Mazda motorlu qoyulub. Mazda korobkasıdır, dizeldir. Amma bir dənə pis olduğum odur ki, Qazim4-ün öz səsi çox gözəldir də. Yəni, o səsinin üçün... Kaş yer olmazdı. Maşının görünüşü xoşuma gəlir. Çünki maşın ştrafmadadır. Ştrafman sözünün də bilirəm cərimə meydansasıdır. Prosto mən bir dənə deyim, yenə də prosto sözü də sadəcə deməkdir. Bunların hamısı mən fərqindəyəm. Yəni, bu vlogda, mən çəkdiyim vloglarda istəmirəm ki, bir aparıcı kimi diksiyama fikir verim ki, sırf Azərbaycan sözlərindən istifadə edeyim. Səmimi ürəyim necə gəldi, özümüz səhifəsindədir deyə, özümüz necə isə həyatda elə danışmağa çalışacağım. Çalışmayacağım, yəni necə var, elə danışacağım. Yəni, başqa cür danışmağa çalışmayacağım deyəm. Məsələn, Sovet maşınlarında 1.07-dir, kvadrat, Qazim4-dür. Nədənsə birazdan 18 hoşuma gəlir. Qısatı belə bir dənə söhbət var. Xalaoğlu ilə bir dəfə proyekt eləmək istəyir, elə bir şey. Proyekt yox, alıb, düzəldib, satmaq ki, biz alverçilik edirik də indi. Getdik, Cabral. Görmüşdün yoxsa yox, bilmirəm 18-i. Getdik bir dənə 08 aldıq. Qırmızı 08. 69. Yox, biz indi alverçilik edirik də. Getdik bir dənə 1850 manata 08 aldıq. Harca bir 8 il bundan qabaq, hə? Onlar 8 il bundan qabaq. 2016, 2017. Hə, o vaxtlar idi. 10 ildə başda. 10 il olar, çox olmaz. 10 il bundan qabaq bir dənə 18 aldıq. 1850 manata. Güya düzəltdirəcəkdik, satacaqdıq da kamla. Üstünə bir 2500, 2400-də satacaqdıq güya. Getdik maşını o qədər pul qoyduq, gəldi çıxdı 2300-ə, 2200-ə. Maşının bir dənə problemi çıxmışdı. Hansı ki, mən satandan sonra da onu heç kim tapa bilmədi. Karbüratordu, amma karbüratordan balaca çat var imiş, sonradan bilmişik. O da 3 nəfərə satandan sonra o adam tapıb. Gedirik, yolun ortasında maşın dayanır. Deyir, xotdanmıram. Biz nə qədər o maşını itələmişik, yavaş... Hava çəkir, yuxarı, ən çox da şeydə, padyomda. Padyomda, bir dəfə tüneldə qaldıq 20 yanvarda. Sürətli yol, pavorotda, ayda. Daldan maşınlar gəlir, türkü məsələ. Nə gəlirlər, özədir, nə gəlir. İtəliyi 3 nəfər olur, bəxtimizdə heç olmasa 2-3 nəfər olan momentlər olur. İtəliyirik, yoruluruq, usta yapa, ayda. Bizim maşın hoşum. Nə oldu? Uzun sözün qısası. Onu da 16-ya dəyişdim. Üstündə də 200 manat pul aldım. Nədən çıxdı? Karbüratordan. Karbüratordan çıxdı. Karbüratorda çat var imiş, nazik. Deməli, 1200 manat ev maşını qiyməti idi. 200 manata şey hesabladım, 1400 manat. 16-da 1000 manata satdım. Harasa 1800 manatlıq pulla biz istəyirdik, biz 300-500 manat qabaq düşək. Harasa 1200 manat dala düşdük. Yəni 1800 manatdan 1200 dala düşmək, yəni 600 manat bizdə bu qaldı. Yəni ki, bu da alverçiliyin sonu. Beləsinə kədərli son oldu. İndi bu Qazim4-lə də ki, mən bunu satmaq üçün almıram. Bunu indi özüm üçün. Bazalım belə xalaoğlu. Kəmrə baxırsan, akkumulyator ölüb, mən çəkirəm, onlar da itəliyir. Biraz ona keç, mən də itəliyim. Bir həftədir buradadır. Görürsün, çatan Qazim4-ün siftəsi budur. Sadəcə o, qəşəng. Salam qardaş, maşının yiyəsi qardaşdır. Adı necə oldu? Ədalət. Gələ görüşək.
Halo, dayı oğlum, sən bir dənə maşını şeylə də, test edirsən, necə baxırsan, nə edirsən, sür. Tormuzu zayıflı biraz. Naklaskalar. Tormuz zəifdir, ehtiyatlı ol. Kommentlərdə yazarsınız, necə maşındır. Mən də baxım da maşına görüm. Demişdim, söndürdüm, nuxatlanmayacaq ha. Ha, nuxatlanmayacaq. Nədir söndürdüm? Sen fırlanmış. Bak. Zayıf. Dalda daha yaxşı otlar ha, deyəsən. Görsən. Getdi. Vur. Geç. Xalal çəkəyi gör. Qazimdə almaq nə deməkdir? Ha, yox. Şansımızı bir dahasını. Bir tane. Bir dənə də. Ay. Yox, almıram. Çətindir qazimdə sürmək. Oy, bir ildən belə deyirik. Təsəvvür edirəm. Düz akkumulyatordan dəyişir, düzələcək. Hə, bir dənə bax. 100 tondur bu. Xam veritəsinin bunu asan edir. Gəl görək. Ya Allah. İdmana bugün getməmişdim kakas. Nəhayət, təbrik edirəm. Sağ ol. Almamışam, nəyə təbrik edirəm. Qotlanıb deyə təbrik Bunu edirəm. bacardınız. Ver mənə bir dənə sağla, ver mənə bir dənə sürüm görüm. Həmin an. Sen mantığı sürme ha. Tormuzu. Yox, narahat olma. Tormuz yox, çəkil. Tormuz zəifdir, qorxdum mən orada, az qala. Belə getməz. Keçək əsas məsələyə, ucun kamerası, onu danışaq, sonra görək qardaş bizə nə indirim edir. Saxlayaq. 2 hours later. Deməli vəziyyət belədir. Baxdıq maşına, maşın əslində ürəyim istədiyimiz kimi çıxdı. Evlendiniz. Yox, evlənmədi. Sadəcə danışdıq, görüşdük. Söhbət zad. Biraz gedək, maddiyatla bağlı görüm, nə edirəm, nə eləmirəm. Endirim də elədilər, eləməyinə, sağ olsunlar. Prosto yenə də düşünmək istədim biraz. Düz eləyirəm, səhv edirəm, qiymətə dəyər, dəyməz, onları bir dənə yedim, keyfiyyət, kəmiyyət söhbəti, yəni bir də onları müqayisə edeyim. Üstünə qoyacam bu. Əsas burada problem nədir? Maşının motoru dəyişilib deyə adı kesməyə çox pul olacaq. Hə, xalaba, bəyəndin sən maşını? Əla, əla. Duruşu çox gözəl. İndiyinə görə qəşəng idi vəziyyəti, həqiqətən. Yəni, kraskaya da ehtiyacı yox idi. Əla, çox qəşəng. Xeyirlisi olsun. Görək də, Yaxşı da, görək. Kamran, sən nə deyirsən? 31 qaz 24 sol ala. 31'in olub, onu gedirəm 31'i. Qəşəng maşın. Yəni sən okey elədin, amma yırtırmaq eləmək sənlidir. Də məharə etməliyəm, nə amalıyam, nə eləməliyəm. Mən biraz sovetlərin ustaları ilə, uzaqlıqları ilə uzaqlayammışam. Sən eləmirəm, sən qardaş dedi ki, Mazda motoru qoyulub da. Mazdadır, motorda da, amma pedagogdur, uzaqdır. Əladır. Maşın özü də yaxşı idi. Görək başımıza nə gəlir. Heç də, 90% ehtimal götürəcək. Biraz da endirib Mən eləsən. artıq götürmüşəm. Cüyə Mən faz fikirləşirəm ki, nədən başlayaq, hardan başlayaq? Heç nə, xeylisi. Görək nə olur, düşünək, reallaşdıraq.